Türkiye ile Azerbaycan ilişkilerini ittifak boyutuna taşıyan Şuşa Beyannamesi 5 yaşında dedik. 15 Haziran 2021'de imzalanan belge iki kardeş ülkenin savunmadan enerjiye, ulaşımdan dış politikaya kadar birçok alandaki işbirliğini yeni bir boyuta taşıdı. Bakü'ye gideceğiz. İki ülke ilişkilerini muhabir arkadaşımız Fatih Avanos konuğuyla değerlendirecek. Fatih. Tam 5 yıl önce bugünlerde hem bölgemizdeki aktörler hem de küresel siyaset Türkiye ve Azerbaycan'ı konuşuyordu. Çünkü Türkiye-Azerbaycan kardeşliği zaferin simge şehri Şuşa'da bir müttefikliğe dönmüş, karşılıklı taahhütler verilmiş ve hali hazırda o sıcak ilişkiler çok daha başka bir boyuta geçmişti. Bugün Şuşa Beyannamesi'nin üzerinden 5 yıl geçti. Şuşa Beyannamesi'ni, müttefikliği ve son 5 yılda her alanda ilerleyen ilişkileri konuşacağız. Azerbaycan Milli Meclisi'nin önündeyiz. Sayın Rızvan Nabiyev'le siyaset ilimleri üzerine doktor, uzman ve aynı zamanda Azerbaycan Milletvekili Sayın Rızvan Bey'le bu konuyu konuşacağız. Efendim 5 yıl geride kaldı, yıllar geride kalıyor ama Türkiye-Azerbaycan ilişkileri hep inkişaf ediyor, sıcaklığını koruyor. Liderlerin temasları devam ediyor. Şuşa Beyannamesi'nin önemi nedir? Liderler neden imzaladı ve bugün ilişkilere nasıl tesir etti? Təşəkkür edirəm, hörmətli Fatih bəy. Siz Azərbaycan-Türkiyə münasibətlərində strateji çəkisi olan çox vacib bir gün və çox vacib bir sənədi vurğuladınız. Hansı ki, bu hüquqi məcburiyyəti olan hər iki ölkə parlamentinin ratifikasiya etdiyi və nəinki iki tərəfli əməkdaşlığın istiqamətlərini müttəfiqlik səviyyəsinə qaldıran, eyni zamanda bizim əməkdaşlığımızda müdafiə sənayesi, hərbi sahə, eyni zamanda siyasi münasibətlərimizdə müttəfiqlik modeli yaradan bir sənəddir. Yəni Azərbaycan-Türkiyə əməkdaşlığı bu təkcə strateji tərəfdaşlıqla kifayətlənmir. Biz ortaq dəyərlər, ortaq tarix, ortaq dil, doğmalıq, qardaşlıq üzərində müttəfiqlik modelini formalaşdırırıq. Yəni bizim münasibətlərimiz Şuşa bəyannaməsindən bu istiqamətdə transformasiya olunur və burada nələr ehtiva olunur? Dediyim kimi, təkcə əməkdaşlıq deyil, bizim ərazi bütövlüyümüz, suverenliyimiz, təhlükəsizliyimizin qorunmasında ortaq məsuliyyət məsələsi müəyyən olunur. Və Şuşa bəyannaməsinin əhəmiyyətini artıran, onun mexanizmlərini müəyyən edən başqa bir sənədi mən vurğulamaq istəyirəm. Bu da 2025-ci ilin iyul ayında hər iki ölkənin savunma bakanlıqları arasında imzalanan bir anlaşma memorandumu oldu. Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsi haqqında. Deməli, Şuşa bəyannaməsində müəyyən olunmuş ümumi çərçivədən irəli gələn öhdəlikləri, əməkdaşlığı bu sənəd artıq mexanizmlər üzrə daha da dəqiqləşdirdi və öhdəlikləri dəqiqləşdirdi. Xüsusilə burada müdafiə sənayesi sahəsində olan əməkdaşlıq. Türkiyə NATO dövlətidir. Türkiyənin hərbi qüdrəti bizim qürur mənbəyimizdir. Eyni zamanda Azərbaycanın Qarabağ zəfərində əldə etdiyi bu təcrübə, müasir müharibə aparmaq təcrübəsi birləşdirilir və bizim əməkdaşlığımız hər hansı bir üçüncü dövlətə qarşı yönəlməyib. Bu regionda sülhə, sabitliyə xidmət edən bir hərbi əməkdaşlıqdır. Bu strateji əməkdaşlıq regionda sülhün, sabitliyin istiqamətini müəyyən eləyən o hədəfləri birgə həyata keçirir. Şuşa Beyannamesi yani diğer ülkelerden nasıl görüldü sizce? Yani bunu nasıl anladılar? Tabii ki üçüncü ülkelere göre değildi. Bu iki ülkenin kardeşliğini vurguluyordu, möhkemleştiriyordu. Ve bu Şuşa Beyannamesi liderlerin o tavrı o gün muharebeden sonra hala Azerbaycan'da işgal altında olan topraklar vardı, gözlentiler vardı, rövanşist iddialar vardı. Bunlara nasıl bir cevap oldu? Biz qardaş Türkiyə ilə Şuşa bəyannaməsini imzalamaqla və bunu Şuşada imzalamaqla göstərdik ki, Azərbaycan Qarabağ zəfərindən regionda sülhün, sabitliyin əldə olunmasında çox maraqlıdır və bu məsələdə Türkiyə ilə bu birliyi bundan sonra müxtəlif sahələrdə həyata keçirmək istəyir.
Yəni məqsəd regionda sülhün, sabitliyin, kövrək olan sülhün, sabitliyin möhkəmləndirilməsində Türkiyədən olan dəstəyin hüquqi bazasını hazırlamaq idi. Bunun institusional çərçivəsini hazırlamaq idi. Ona görə də Şuşa bəyannaməsi imzalandı və hər iki parlamentdə də ratifikasiya olundu. Təbii ki, buna münasibətlər müxtəlif idi. Buna Türkistanda bir sevincli münasibət var idi. Amma buna təbii ki, qısqanclıqla diplomatik desək yanaşanlar da vardı. Amma zaman keçdikcə hadisələr öz yerinə oturdu. Gördülər ki, bu əməkdaşlıq Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini əsas götürərək əməkdaşlığı müəyyənləşdirir və üçüncü dövlətlərə qarşı yönəlməyib və Azərbaycan-Türkiyə əməkdaşlığı xüsusilə də ki, bundan ehtiyat edən dövlətlərdən biri Ermənistan idi. Amma Ermənistan bugün seçimdən öncə seçkiyə Azərbaycanın bu formalaşdırdığı sülh gündəliyi ilə gedir. Və yaxud da ki, digər aktorlar Azərbaycanın cənubunda yer alan, şimalında yer alan, yəni zaman keçdikcə bir daha sübut olundu ki və əməldə sübut olundu ki, Azərbaycan-Türkiyə əməkdaşlığının Şuşa bəyannaməsinin yeni mərhələyə qaldırılması işğala son qoyulduqdan sonra bizim sülhün, təhlükəsizliyin təmin olunması məsələsində yeni mərhələyə daxil olduq. Azərbaycan-Türkiyə əməkdaşlığını fərqləndirən xüsusiyyətlər ondan ibarətdir ki, bizi ortaq tarix, ortaq dil, ortaq mədəniyyət, ortaq məsuliyyət və bunların hamısının önündə bizim qardaşlığımız birləşdirir. O qardaşlıq ki, xalqlarımız onun mənbəyidir. Siyasi liderlərimiz isə bu sadaladığımız dəyərlərdən çıxış edərək onun siyasi hüquqi əsaslarını müəyyən eləyir sənədlərlə. Onun institusional əsaslarını müəyyən eləyir. Şuşa bəyannaməsi də son deyil. Bu da bir mərhələdir. Bunun sayəsində bizim strateji tərəfdaşlığımız strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Azərbaycanın 30 strateji tərəfdaşlığı var. Amma bu strateji müttəfiqlik unikallığından, onunla fərqlənir ki, bu Türkiyə ilə və dediyim o faktorlardan çıxış olaraq imzalandı və malik olduğumuz siyasi, hüquqi, enerji, iqtisadi potensialla, hərbi potensialla biz bunu daha da dərinləşdiririk və bu model eyni zamanda Türkistan dövlətlərindən də həmin dəyərlər üzərindən inteqrasiya üçün bir model rolunda çıxış eləyir. Yəni, bunun əsasında da sülh, təhlükəsizlik dayanır. Biz dediyimiz kimi, bu hər hansı bir dövlətə, dövlətlər birliyinə qarşı yönəlmir. Tam əksinə, regionda sülhün, təhlükəsizliyin təmin olunması üçün Türkiyə-Azərbaycan tandemi bütün öz gücünlə ortadadır. Bütün potensialınla ortadadır. Bizim coğrafi birliyin, mövqenin birləşməsi sayəsində Azərbaycan-Türkiyə biz görürük ki, Avrasiyanın strateji koridoru funksiyasına çıxış edirik. Azərbaycan malik olduğu enerji potensialını Türkiyə üzərindən ixrac eləməklə Avropanın enerji təhlükəsizliyində sözə sahib oldu və enerji təhlükəsizliyi də milli təhlükəsizliyin vacib bir faktorudur və bu sahədə getdikcə dərinləşir və eyni zamanda siyasi tərəfdaşlıqların artmasından regionun geosiyasi çəkisinin artması. Bu mənada bizim əməkdaşlığımızın unikallığı dünyanın bu qlobal, necə deyirlər, qloballaşan dünyada çox bölgələr üçün nümunədir və nümunə olmaqda da qalmaqdadır. Çok teşekkür ediyoruz. Çok sağ olun. Gerçekten Türkiye-Azerbaycan ilişkileri dünya içinde bir numune. Cenab Prezident hep vurguluyor, gururla vurguluyor. Dünyada eşi benzeri yok diyor. Daim olsun kardeşliğimiz diyelim. Başkent Bakü'de son notlar bu şekildeydi. Sözü Enes'e bırakalım.